Əslən Gürcüstandan olan tanınmış ictimai, dövlət və siyasi xadim, Tbilisinin fəxri vətəndaşı adını almış Həsən Həsənov paytaxt Tbilisiyə səfər edib. Tbilisidə Tabidzi adına 43 nömrəli ictimai məktəbin kollektivi Həsən Həsənovu bu təhsil ocağının fəxri məzunu kimi xüsusi olaraq dəvət edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbdə görkəmli dövlət xadiminin 85 illiyinə həsr olunmuş görüş keçirilib. Məktəbin direktoru Ekaterina Qaxarya Həsən Həsənovu müşayiət edərək sinif otaqları və kitabxana ilə tanış edib. O, tədris şəraiti ilə bağlı ətraflı məlumat verib. Daha sonra məktəbin akt zalında şagird və müəllimlər kollektivi ilə görüş baş tutub. Keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Təhsil və Elm Nazirliyinin məktəbə qədər və Ümumi Təhsil Müəssisələri Departamentinin rəhbəri Lali Kalandadze də iştirak edib. Direktor Ekaterina Qaxarya Həsən Həsənovu məktəbdə salamlayaraq, onun bu təhsil ocağının ən tanınmış və qürur duyulan məzunlarından biri olduğunu vurğulayıb. O, yubilyara məktəb adından təbrik açıqçası da təqdim edib. Cənab Həsən Həsənov çox pozitiv insandır. Çox şadam ki, bugün o bizim məktəbimizi ziyarət etdi və şagirdlərimizlə görüş keçirdi. Bizim məktəbin belə bir məzunu olması ilə biz fəxr edirik. Tbilisi multikultural şəhərdir və bugün keçirilən görüş məhz Həsən Həsənovun məktəbdə oxuduğu illəri bizə təkrar xatırladaraq həmin hissləri yaşatdı. Mən ona dərin təşəkkürlərimi bildirirəm. Uzun ömür və hər zaman bu cür pozitiv olmağı arzulayıram. Azərbaycan və Gürcüstan qonşu və dost dövlətlərdir. Bizim dövlətlərimiz arasındakı mehriban münasibət xalqlarımız arasında da var. Ümid edirəm ki, bu münasibətlər daim yüksələcək. Biz Həsən Həsənovu hər zaman gözləyirik. 90 illik yubileyində də buranı ziyarət etməsindən çox şad olarıq. Daha sonra çıxış edən Həsən Həsənov təşkil olunan görüş üçün Gürcüstanın Təhsil və Elm Nazirliyinə, Azərbaycanın səfirliyinə və məktəb rəhbərliyinə minnətdarlığını bildirib. O, məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüb. Əslən Borşavdan olan Vəli bəy Yadigarın xatirəsinə həsr olmuş kino təqdim olunacaqdır. Onu bizim diaspora komitəmiz təşkil edir. Bu səbəblə mən gəlmişəm Tbilisiyə və mənə xoş oldu ki, həmin günlərdə burada mən oxudum, başı çatdırdığım məktəbə gəldim. Burada məni gördüyünüz kimi alqışladılar. Mən baxmayaraq 67 ildir getmişəm Tiflisdən. Amma Gürcü dildə yadımdadır, Gürcü əlifbası da yadımdadır. Onun üçün Gürcücə şeylədim, danışdım. 1948-dən 1958-də burada təhsil almışam. Təəssüratım belədir ki, mən istədim ki, bunlar bilsinlər ki, Azərbaycanlılar qədri bilən xalqdır. Çox vacibdir. Mən bunu bildirdim ki, bu da həm də sizə də bu xeyirlidir o mənada ki, sizə də olan münasibətdə bunlar bilməlidirlər ki, biz Azərbaycanlılar nə yaxşılıq ediriksə, Azərbaycan qədir biləndilər. Və haradasa cavab gəlir. Mən deyim ki, mən harada işlədimsə, dünyanın 5 ölkəsində işləmişim. Hər yerdə Tbilisi şəhərinin qeyd olur. Yubilyar məktəb direktoruna, Gürcüstan Təhsil və Elm Nazirliyinin nümayəndəsinə Kəlağayı və Milli Suvenir, məktəbə isə müəllifi olduğu İngilis dilində çap olunmuş Qız Qalası kitabını hədiyyə edib. Məlumat üçün bildirək ki, Həsən Həsənov 1940-cı il oktyabrın 20-sində paytaxt Tbilisidə anadan olub. O, müxtəlif illərdə Azərbaycanın baş naziri, Xarici İşlər naziri, BMT-də daimi nümayəndəsi və 2004-2021-ci illərdə Macarıstan və Polşadakı səfiri olub. 2022-ci ildə ona Tbilisinin fəxri vətəndaşı adı verilib.